Bahardır. 6 yaşım var. Biz hamımız Xızırlı kəndinə keçmişik. Kəndimiz çox gözəldir. Burada dostlarım da var. Hamımız bir yerdə sabah məktəbə gedəcəyik. Bu mənim məktəblik formamdır. Sabahlar buna qəşəng-qəşəng geyinəcəm. Batlarımı saçıma taxacam. Nənəm deyir ki, Xızırlı məktəbinə 1-ci sinifə 1-ci adı yazsan mənəm. Bu mənim çox xoşuma gəldi. Mən məktəbdə yaxşı oxuyacam. Ay Bahar, sən məktəbə nə həvəslə hazırlaşırsan? Sabah gedəcəm. Məktəbdə gedəcəm, müəlliməcik verəcəm sabah. Sonra öpəcəm müəlliməmi, qucaqlayacam müəlliməmi. Sən məktəbdə neyniyəsən? Oturacam, dərs eləyəcəm, bir də qutaracam, mənə A verəcəklər. A, yəni 5 deməkdir də. Yəni yaxşı oxuyacaqsan. Bir gəl görək sənin çantanda nəyin var. Gəl baxaq görək. Gəl baxaq. Gəl baxaq. Bu yox, burasın. Bəs kitablarına baxmayaq. Baxaq. Sonra bunu qutaranmaq bula baxaq. Yaxşı. Qoy görək nə var burada, bir çıxart görək. Bu nədir? Hansı kitabdır? Azərbaycan kitabı. Oxuya bilirsən? Yox, yadım. Hərfləri oxuya bilmirdim axı bununla. Hələ öyrənməmisən? Hələ. Hə, gəl görək ayrı nə var? Onları qoy bura. Bu nədir? Bu da bayram olanda eləyirik. Bu musiqi kitabıdır. Hə. Bayram olanda oxuyurlar. Hə. Oxuya bilirsən sən? Yox. Hələ mahnı bilmirsən? Yox. Buna bax. Bu nədir? İlham Baba. Sən İlham babanı tanıyırsan? Kimdir o? İlham Baba. İlham baba kimdir? Bu. Azərbaycan prezidenti. Belədir. Azərbaycan Şuşa yazılıb. Ora Şuşa yazılıb. Belə eləyib nə deyir? Azərbaycan. Gelin uşaqlar, birini alın, verin valideyə.
Bahar, xoş gəldin sən məktəbə. Gəldin, çıxdın axır ki. Hə, çıxdım belə. Nə gözəl çıxış elədin sən. İndi gəldim də o gün dedim ki, bir gün gələcəm. Axşam təfəyə gəldim. Hə, necə xoşuna gəlir bura sənin? Hə, Sinif yoldaşlarınla tanış oldun? hə, Yanında oturan dostundur? hə, Adı nədir? Nihat. Nə gözəl Nihat. Sənin də xoşuna gəlir məktəb? Hə. Həm də çoxdan gəlir. Hə, necə çoxdan gəlir? Gəlib getmisən də bura ona görə? Bir dəfə gəlib Xankəndiyə getmişəm, bir də bura gəlmişəm. Hə, kəndiniz də xoşuna gəlir yəni. Özünü burada xoşbəxt hiss eləyirsən? Çoxlu dostların var? Oxuya bilirsən? Danış da, elə mən danışıram, sən danışmırsan. Burada inşallah oxuyacam da. Oxuyum mən. Nə oxumaq istəyirsən? Müəllimə sözü. Oxu. Ey hörmətli müəllim, hər kəndə yerin var. Hər kənddə, hər şəhərdə sənin meyvələrin var. Əkdin ağacları, gülü çiçəyin solmaz. Dünyada sənin kimi bağlı bağban tapılmaz. Mənim adım Tumardır. 1-ci sinifə gəlmişəm. 6 yaşım var. Mənim məktəbi çox sevirəm. Müəlliməni də çox sevirəm. Yaxşı oxumağıma söz verirəm. Vətən mənim bu günüm, sabahkı toy düyünüm. Haqqım var köyünüm, Azərbaycan deyəndə. Afərin sənə, ağıllı bala. Əzuzsa sən azadsan, torpağında ayaq gəzmir. Dağın zirvəsində o qara buludlar əsmir. Bundan sonra xar bülbül, qorxa açmayacaq. Qədun sağı arasına düşmən ayaq basmayacaq. Adın nədir sənin? İbrahim. Məktəb xoşuna gəlir? Hə. Bir danış da, bir danış. Söhbət elə görüm, səhər durursan, nə yeyirsən dostlarınla? Dostlarımla oynayıram. Neçə dostun var? Çox dostum var. Adlarını de görək. Birinin adı Sərhaddır, birinin adı Yoyardır. O birisinin adı nə idi? Yadından çıxdı. Hə, bizim evə yaxın idi, tam yaxın. Ay Allah, Allah saxlasın. Ağdam rayonunun Xıdırlı kənd sakiniyəm. 90-cı ildə Bakı Dövlət Universitetini bitirdikdən sonra təyinatla Ağdam rayonunun Xıdırlı kənd tam orta məktəbinə müəllim təyin olunmuşam. 3 il işlədikdən sonra Xıdırlı kəndindən 26 yaşım olanda çıxmışam. Doğma torpaqdan uzaqda çalışmaq mənə çox çətin idi. 2025-ci il avqust ayının 27-si tarixinə qədər həmin məktəbdə direktor işləmişəm və həmin tarixdən də Ağdam rayonunun Xıdırlı kəndində tikilmiş bu müasir tələblərə cavab verən yeni təhsil ocağına direktor təyin olunmuşam. Bu bir başqa hissdir. Bunu yaşamaq lazımdır. Artıq 2020-ci ildən 44 gün ərzində torpaqlarımız işğaldan azad edildi. Və qısa bir müddətdə özünüz də görürsünüz, qısa bir müddətdə bütün işğaldan azad edilmiş torpaqlarda quruculuq işləri aparılır. Böyük qayıdış proqramı həyata keçirilir. Bugün də bizim kəndimizdə bax bu yeni təşkil edilmiş məktəb böyük qayıdış proqramı əsasında təşkil olunub. Əgər ordu torpağı işğaldan azad edibsə, biz təhsil işçiləri də həmin torpaqlarda həyatın davamlılığını təşkil etməliyik. Ona görə də bu məktəb divarları arasında biz şagirdlərə düşünürəm ki, təkcə bilik deyil. Onlar milli şura, kimliyə, adət-ənənələrə sahib olaraq gələcəyin gəncləri kimi yetişməlidir. Bax, bunun üçün bizim üzərimizə çox böyük işlər düşür. Bilirsiniz ki, Ağdam rayonunun Xıdırlı kənd tam orta məktəbi
Qırğız xalqının milli qəhrəmanı Aykul Manos adınadır və bu məktəb Qırğız xalqı tərəfindən ölkəmizə bir hədiyyə olaraq tikilib ərsəyə gətirilmişdir. Bu bir dostluğun, qardaşlığın rəmzidir. Və mən düşünürəm ki, bizə uzadılan bu əli biz möhkəm tutmalıyıq. Qardaşlığın, dostluğun möhkəmlənməsi üçün əlimizdən gələn hər bir şeyi etməliyik. Məktəbimiz çox böyükdür, müasir tələblərə cavab verir. Məktəbin ərazisi 2,7 hektardan ibarətdir. Məktəbdə 21 sinif otağı, 2 kompüter otağı, 2 texnologiya otağı, 2 məktəbə hazırlıq qrup otağı, 3 laboratoriya, akt zalı, idman zalı, hər bir şeylə təmin olunub. Eyni zamanda həm Xıdırlı kənd əhalisinə töhfə olaraq, həm elə məktəbli şagirdlərə töhfə olaraq burada geniş qaçış meydançası var. İdman meydançaları təşkil olunub. Yəni əhalinin asudə vaxtını keçirmək üçün məktəbin həyatında geniş şərait yaradılıb. Məktəb 528 nəfərlik bir məktəbdir. Bilirsiniz ki, mərhələli şəkildə əhali köçürülür. Hələ birinci mərhələnin köçü tam yekunlaşmayıb. Amma məktəbdə 123 uşaq sistem üzərindən artıq təhsilə cəlb edilib. Əlbəttə ki, əhalimizin köçü artdıqca şagirdlərimizin də sayı artacaqdır. Hal-hazırda hər bir sinifdən bir sinif komplekti olaraq təşkil edilmişdir və bütün ixtisas müəllimləri ilə həmin şagirdlərə təhsil verilir. Burada tədris verən müəllimlərin hər biri Xıdırlı sakinidir, hal-hazırda Xıdırlıda yaşayan müəllimlərdir. İlk bilik gününü Xıdırlı kəndində 32 il bundan əvvəl qoyub getdiyimiz bir kənddə qeyd etmək ən böyük xoşbəxtçilikdir. Hal-hazırda deməyə o qədər sözlərim var ki, ancaq o üzümdəki qürur hissi, gözümdəki sevinç duyğularımın, hisslərimin çox gözəl təzahürüdür. Məktəbin həyətyanı ərazisində Qırğız xalqının tarixi həyatını, onun yaylaq həyatını tərənnüm edən bir yurt yeri tikilmişdi. Yurt yerinin daxilində xalqa məxsus olan geyim əşyaları, ov əşyaları, məişətdə istifadə etdikləri əşyalar, bütün nümunələr var. Eyni zamanda da orada çox gözəl yorğan döşək, sandıqlar, onların tarixi mədəniyyətini təcəssüm etdirən sac qoyulmuşdu nümunə kimi. Milli geyimləri göstərilir orada. İstifadə etdikləri eyni zamanda əşyaların nümayişi orada göstərilir və o bizim kəndimizə gələn qonaqlar üçün bir töhfədir ki, lazım olanda hətta orada qalmaq da mümkündür. Çünki hər bir şeylə içəridə təmin olunub. Bu yurt yeri bir muzey xarakteri daşıyır. Məsələn, Ağdamda yaşayacaq valideynlər öz evladlarını gətirib bu muzeylə tanış ola bilərlər. Ölkəmizə gələn, yəni işğaldan azad olunmuş torpağa gələn qonaqlarımız həmin bu muzey xarakterli yurt yeri ilə gəlib tanış ola bilərlər. Bərdə Şəhər adına 5 saylı tam orta məktəbdən gəlmişəm. Mən xoşbəxtəm ki, bugün Ağdamı Xıdırlı kəndində təhsil alan ilk şagirdlərdən biriyəm. Ali Baş Komandanımız İlham Əliyevə də təşəkkür edirik ki, bizə bu fürsətləri oxumaq fürsətini verib. Mən əvvəl Bakıda qalırdım. Yəni bura köçəndə özümə dostlar, uşaqlar tapdım. Məktəb də çox qəşəngdir, xoşuma gəldi. Yeni dərs ilində hamıya uğurlar olsun. Bakıdan gəlmişəm və mən bura gələndə çoxlu dostlar tapdım özümə. Aykul Manos adına Xıdırlı tam orta məktəbi çox gözəldir və bütün şagirdlərə uğurlar arzulayıram.
Bərdə rayon Mustafalı kəndində Göyüş Qarayev adına tam orta məktəbdə qalırdı, təhsil alırdı. İndi Xıdırlıya köçəndən sonra Aykon Manas adına Xıdırlı kənd tam orta məktəbdə təhsil alırıq. Burada çoxlu dostlar tapdım özümə, çox gözəldir. Bütün uşaqlar, şagirdlərə də təbrik edirəm, gözəl məktəbdə təhsil almaq üçün. Bərdə 12 salı tam Ağdam 12 salı tam orta məktəbdə təhsil almışam. Mən bu gün Xıdırlı məktəbində çox sevindim gəldiyimə. Bu gün burada bütün uşaqlara yaxşı oxumaqlarını arzu edirəm. Yaşım var. Mən Bakıda olanda Cəbrayıl rayonu Hafiz Fətəliyev adına Şahvəli kəndi tam orta məktəbində Binəqədi rayonunda oxumuşam. İndi isə mən Ağdamlı Xıdırlı kəndində təhsil alacağam və Aykül Manas adına tam orta məktəbində təhsil alacağam. Mən burada uşaqlarla tanış oldum artıq və uşaqları çox sevdim. Müəlliməm də çox sevdim. Müəlliməm də çox gözəldir. Mən Bərdədən gəlmişəm, adım Əli. Orada Zərif Əliyev adına liseydən gəlmişəm. Yeni tədris ilimiz mübarək olsun hamıya. İnşallah yaxşı dərs keçilər. Kəndimiz də gözəldir. İnşallah burada da davamiyyətimi göstərərəm. Bütün dostlarıma, bütün sinif yoldaşlarıma da uğurlar arzulayıram. Dövlət bizim üçün qəşəng məktəbdir ki, bizim üstümüzə də düşəndə oxumaqdır sadəcə. Necə oxuyursan? Yəni göstəricilərin necədir? Normal, pis deyil. Yəni orta səviyyədə. Çox da güclü oxumuram, amma zəif də deyiləm. Burada indi çalış lap güclü oxumağa. Baş üstə.